Herkese salam dostlar. Ata ile başlayacağım bu videoya tabii ki de. Ona göre buna ikinci herkese salam kimi. Bakın. Bugün sizlerle birlikte bir günümün vlogunu seçirəm. İndi Atagil gelsin. Sərgimək için bir şeyler almaya gediblər. Gelsinler, yemek yiyəcəyik. Oh, yıkılıyoruz. Böyle bir kombin yaptım. Bugün hava sərin olduğu için yağış yağırdı. Onun için müziği içeriye çəkmişik. İndi yağmır. Ama yenə də ay ayağımda. Solda ayaq. Ay bunda. Ayağımı söyledim dostlar söyleyeceğim ama neyse. Bir şey olmaz. Balkonda ne cümlədir. Yani. Evet dostlar, indi ise uzanmışam. Dostlar bu kimin yadındadır bu mişka? Video seçiyorum. Bu mişka kimin yadındadır? Əsnaddan sonra hali kimin yadındadır? Kimin yadındadırsa yorumlara yazsın. İndi mən deyim. Yazdınsa indi deyim. Hüseyində olanda mən mişkam oldu bu. Bununla yatırdım. Evet dostlar, indi gedirik çəkilişə. Ataya baxın. Qaçır dostlar, görürsünüz. Ataya da qaçırdı, gördünüz. İndi gedirik çəkilişimizi edib gəldik. Əsnad, mən, Nadir, Ata gedirik. Hara gedirik? Astara Mala. Astara Mala gedirik arkadaşlar. Astara Mala yok. Hadi Astara Mala. Mesela mı? Ha. Hangi? Başa bela. Zarafat edin Başa bela, benim okuyacağım. Ay. Başa bela, bela. Sabıcı sumak günü. Ata sabıcı sumak günüdür. Ya gece gel tabii şey diyor. Oh my god. Ben hazırlamışım videonu. Ay my god, mama god. Ben de Aç şu videosu. Çok o bu ortadaki çukur çok pis. İşte. Başa bela. Ben iki tane video hazırlamışım. Biri senle dindiz. Cüsünü tutup pişiye. Satsa belə. Kameradan getirelim. Ondan sonra mişkan tutup Ölmezdi. açına baktı. Ondan sonra happy birthday. Ha bildim. Evet dostlar, videomuzu çəkdik Astaramalda. İndi də gəldik evə. Əsl burada uzanıb. Mənsə burada oturmuşam. Sizlərlə birlikdə taxma dırnaqlarla bir gün uzun dırnaqlı işlətmirəm ona görə. O fan bizi aldığı dırnaqları yəqin ki videoda görmüşsünüzdür. Ben baxım ha tarafda da sunka. Böyle bir sunkam var. Bunun içine koymuşam. Çıxardıb hamısını tək taxacağam. Böyle normal kleylə taxmamışam, dırnaq kleylə. Bunların öz kleylindən taxmışam. Bir var sulu kley, bir de var sulusuz kley. Sulusuz kleylə. Kaşokun içine koymuştum. Döktüm. Sunkan koyayım yerine. İndi taxırıq. Bir de alım hazır. Bununla telefonla oynamayı belə çətindir o qədər dostlar, həqiqətən. Bunlarla tez düşür bu lakrinkalarla.
O biri ilə sıx yapışır. Mən bunları Hasan çıxartmaq istədim, çıxarda bilim deyə bu laklinkalarla yapışdırdım. İndi özüm üçün otururam burada. Telefona baxıram. Baxın bu fosfordur dostlar. Bu tırnağım fosfor. Bu baş parmaq. Burada özüm üçün uzanıram. Sizə hələlik bay bay. Bunun dırnaqları həqiqətən elətdirsəm çox peşman olaram həqiqətən. Mən əgər ki haçansı dırnaq elətdirsəm, dırnaq elətdirməyəcəm daha doğrusu. Dırnağımı uzadıb üstünə qalıcı lak sürtə bilərəm. Frenç elətdirə bilərəm. Və səs bir anda ses çıxır. Bay bay. Dostlar, sizcə bu dırnaqları mən buradan kəsim və bunları 4 gün eləyim. Dənəyəcəm birinə. Gedək dənəyək. Gedirəm bunları kəsib pilkalamaya. Haydi gidelim. Pis olsa mənli idi, qəşəng olsa mənli idi. Gəldik yuxarı otağa. Qapını örtürük. Bir tane pilka götüreceğim. Bir tane pilka götüreceğim buradan. Böyle bir pilka götürüyorum. Neyse. Bunu koyuram. Bunları kəsib pilkalamaya başlıyoruz. Dostlar, inşallah uğurlu keçər. Birincisini denedim. Çok korkuram. Oh my god. What's that? Bu necə kəsilir? Tamam. Sadəcə bunu. Baxın. Bu qədər götürdüm. Elimdedir. Düşdü. Bu qədər götürdüm. İnşallah yaxşı olacaq. İndi pilkalayaq. Bunu tuturam ki buradan dırnağım incidir, sonra o yana bu yana gedir. Bunu pilkalayıb yaxşı vəziyyətə gətirib gəlin. Dostlar, hamısını belə eləyəcəm. Məncə belə daha qəşəng görünür. Hətta istəsəm ucundan biraz götürə bilərəm. Baxın, uzundur. İndi bunların hamısını belə eləyib gəlirəm. Dostlar, elədim. Baxın, fark var. Baxın, böyle. Məncə hamısını düzəlmişəm. Və qəşəng görünürlər. Pis görünmürlər heç də. Rabir deyir ki, eləmə məncə, pis günə qoyma. Məncə pis günə heç də qoymadım. Məncə daha da gözəlləşdi məncə. Bunu da kəsdim mi? Uclarını iti olmasın deyə pilka ilə uclarını düzəldirəm, sadəcə bitir. Baxın. Bir dəqiqə bir tərəfini qısaladım. Bir tərəfini uzun eləmişəm. Bax, bu da belə oldu. Məncə dostlar, hansı yorumlara yazın. Bu mu? Baxın, qıraqdan əyilib aşağı belə. Ona görə məncə bu daha qəşəngdir və daha viddi görünür normal dırnaqlara görə. Bunları da eləyib gəlirəm. Dostlar, ikisini də törpülədim. İkisini də 4 günləşdirdim. Bəncə qəşəng oldu. İndi isə bu dırnaqları atmaya gedirəm. Uclarını kəsdim deyə. Dostlar, belə başdan törpülərimi başlasaydım mən gecəyə bitirərdim. Ona görə belə elədim. Həm kolay oldu mənə. Məncə belə eləsəz daha asan olar. Həm də ikisini də eşit elədim, dişliyə.
Bence dostlar özüm eləməyimə baxmayaraq çox gözəldir. Gözəldir. Asan da olması için sizdə qaçı varsa birinci olaraq qaçı ilə uzun kəsici sonra tökülürsünüz. Dostlar, bugün Gülsümlə at günüdür. Əsnad qüssə deyə at günə biz gedə bilmədik. Əsnad gedib bizdən qapır. Yanımda da əmi var. Göstərdim əmi sana.